Məni çox maraqlandırır ki, bəzən mən özüm nə isə düşünürəm, o mənə gəlir. Mən fikirləşirəm, mən düşündüyüm üçün gəlir, yoxsa qismətimdir gəlir. Və qisməti dəyişmək olarmı, olmazmı? Yəqin. O da maraqlıdır. Hə, mən düşünməsəydim, o olardımı? Ona deyim ki, əgər sizin qismətinizdə hər hansı bir vəziyyət varsa, yaradan bizi o qədər gözəl yaradıb ki, biz birinci onu arzuluyuruq. O bizə birinci istək olaraq gəlir. Birinci istək olaraq gəldikdən sonra biz artıq bu yolu və bu arzunu mən əldə etmək üçün, ona nail olmaq üçün nələr eləməliyəm düşüncəsini biz artıq bunu şuurlu şəkildə otuzdururuq. Amma bir vəziyyət var ki, hər kəsin həyatına gözəl şeylər gəlmir də, düşüncələrinə gözəl. Hə, neqativlər daha çox. Neqativlər daha çoxdur. Ümumiyyətlə ruhun bu dünyaya gəlişinin bir missiyası var ki, ruh bu dünyada təcrübə almaq üçün və aliləşmək üçün gəlib. Müəyyən bir etaplardan keçmək üçün. Hansısa ruh kasıbçılıqla bunu otuzdurur, belə deyim, tam olaraq ruhuna. Kimsə var dövlətlə, kimsə xoşbəxt ailəyə düşərək, kimsə bədbəxt ailəyə düşərək. Yəni insanlar fərqlidir, ruhlar fərqlidir, həyatlar, qismətlər fərqlidir. Amma bir şey var ki, yaradan bizi o qədər gözəl yaradıb ki və o qədər bizə gözəl bir şərait yaradıb ki, sevgi ilə yaradıb ki, bizim aşağı səviyyədə yaşayışımız var və yuxarı səviyyədə bir yaşayışımız var. Amma bunun da bir çərçivəsi var. Bax, bəzən biz deyirik, nəsə istəyirsənsə arzula, sən onu əldə eləyəcəksən, nə bilim milyonlardır, milyardlardır. Yox, elə deyil. Hər ruhun keçmiş həyatlardan gəldiyi bir vəziyyətlər var, bir karmaları var ki, ona uyğun bizə bu həyat verilir. Ruh bu dünyaya gəlməzdən öncə ona bir fraqman olaraq göstərilir ki, sən bu ailəyə düşəcəksən. Daha doğrusu ruh özü seçir. Hansı ailəyə düşəcək, kimlərlə hansı münasibət yaşayacaq və yəni bolluqda mı olacaq, kasıbçılıqda mı olacaq, onu şuurlu şəkildə seçir ruh. Sadəcə biz bunu xatırlamırıq. Deməli, bir belə deyim, elə bil bütün həyatımız gözümüzün qabağında gətirilir ki, sən bəs keçmiş həyatlarına əsasən, orada elədiyin düz və yanlışlara əsasən sənə indi hal-hazırda bu həyat təqdim olunur və sən bu ailəyə düşməlisən. Niyə bu ailəyə düşməlisən? Çünki oradan gələn genetik kodlar, ata-anadan gələn genetik kodlar, nəsildən gələn genetik kodlar sənin fərqindəliyini artırmaq üçün ən uyğun mühitdir. Bəzən qadınlar şikayət edirlər ki, yoldaşım narsistdir, abuzdur, çox pis ailə həyatımız var və yaxud atam-anam məni incidir və s. Bunun mən psixologiyanı ümumiyyətlə biz bugün qoyuruq bir kənara, çünki psixologiya haqqında çox danışmışıq. Mən bunu ruhsal olaraq izah eləmək istəyirəm ki, biz bu planetə gəlməzdən öncə ruh eşi deyilən bir anlayış var. Hər kəs elə bilir ki, ruh eşi bizim sadəcə həyat yoldaşımız və yaxud da sevdiyimiz insan ola bilər. Mən sizə deyim ki, ruh eşi həyatda bizi ən çox incidən insan belə ola bilər. Bəli, bu nə deməkdir? Əgər sizin yoldaşınız abuzdursa, narsistdirsə, sizə şiddət göstərirsə, xəyanət eləyirsə, alçaldırsa, egovuzu oynadırsa, şəxsi sərhədlərinizi qorumursa, deməli sizin bu həyata gəlməyinizdə məqsəd bəlkə də özünüzü tanımaq, özünüzə dəyər vermək. Yəni sən bu təcrübəni almalısan bu həyatda və göydə də onunla danışmısan ki, çünki bizim bir neçə 10-15 təxmini deyək, 10-15 dənə ruhlarımız olur ki, yəni ona biz ruh əkizləri deyirik ki, mən gedəcəm bu ailəyə, sən mənə bu cür yanaşarsan, bəli, sən mənə bu cür yanaşarsan, sən mənə məsəl üçün şiddət göstərərsən, sən mənə xəyanət göstərərsən və hamısı da sevgi içərisində olur ki, bu ruhun qalxması üçün. Bəli. Bu biraz çox qəribə səslənir, amma burada əsas məqsəd qəbuldur. Nə qədər ki insan üsyana gedir, nə qədər ki yaşadığı vəziyyəti qəbul eləmir, fikir versiniz, insanlar o vəziyyətdən çıxmır heç. Çıxa bilmirlər, bəli. Yəni nə qədər ki şikayət eləyəcək, nə qədər ki narazı olacaq, o vəziyyətin daha da dibin yaşayacaq. Çünki sənin ruhun bir dənə missiyası var ki, aliləşmək, yaşadığın vəziyyəti olduğu kimi qəbul etmək. Qəbul etmək şuurlu şəkildə, qəbul etdikdən sonra artıq digər kanallar sənə açılır. Və hətta bəzən dediyimiz vəziyyət bizim 90-95% olan bir vəziyyətdir ki, bizi incidən insanlar bizi aliləşməyə aparır.